Bismillah, Selamun Aleyküm əziz müsəlmanlar. Keçən dərsi, deməli 8-ci dərsin 4-cü çalışmasında qalmışdıq. Bu günləri qaldığımız yerdən davam edirik. Deməli, çalışmanın şərtini oxuyuruq. İqra il-misələl ətiyə thumma kəvvin əsirətən və cübətən misləhu. Deməli, gələn misalı oxu, daha sonra onun mislində sual və cavab düzəlt. Əvvəlcə misalı oxuyuruq. Misal: Limən həzəl kitəbu. Kimindir? Limən. Kimindir? Həzəl kitəbu. Bu kitab. Həzəl kitəbu li Muhammedin. Bu kitab Muhammedindir. Eyni tipdə qələmə aid edəcək. Sadəcə olaraq kitab sözünün yerinə qələm qoyacaq. Olacaq. Limən həzəl qələmu. Kimindir bu qələm? Cavabında da eyni şəkildə Həzəl qələmu, kitab sözün yerinə Həzəl qələmu li Abbasin. Bu qələm Abbasındır. Növbəti bəndi. Limən həzəl miftəhu. Bu açar kimindir? Həzəl miftəhu li Aliyin. Bu açar Əlinindir. Limən, burada maşındır. Maşın bildiyimizə görə. Qadın cinsindədir səyyara sözü. Ona görə həzə yox, həzən yerinə həzihi işlədəcək. Limən həzihis səyyaratu. Kimindir bu maşın? Cavabında da həzihis səyyaratu lil mudiri. Bu maşın müdüründür. Eyni şəkildə inək sözü də qadın cinsindədir. Bəqara. Ona görə limən hədihil bəqaratu. Kimindir bu inək? Hədihil bəqaratu lil fəlləhi. Bu inək fermerindir. Növbəti səhifəyə keçək. Eyni şəkildə davam edirik. Limən hədihil haqibətu. Kimindir bu çanta? Hədihil haqibətu lil müdərrisi. Bu çanta müəllimindir. Limən hədəl kursiyyu. Bu stul, bu kürsü kimindir? Hədəl kursiyyu li əmmərin. Bu stul Ammarındır. Deməli, toyuq qadın cinsindədir. Dəcəcə. Ona görə limən hədihid dəcəcətu. Bu toyuq kimindir? Hədihid dəcəcətu. Burada izafədir. Bintul fəlləhi. Lakin li daxil olduğuna görə bunu kəsrələşdirir. Edir li bintil fəlləhi. Hədihid dəcəcətu li bintil fəlləhi. Bu toyuq fermerin qızınındır. Limən hədihis sə'atu. Kimindir bu saat? Hədihis sə'atu. Burada yenə li. Burada da vəslə həmzəsi olur. Libnil mudiri. Hədihis sə'atu libnil mudiri. Bu saat müdürün oğlunundur. Limən həzəl beytu. Bu ev kimindir? Həzəl beytu lit tabibi. Bu ev həkimindir. Limən hədihil mil'aqatu. Bu qaşıq kimindir? Hədihil mil'aqatu lit talibi. Bu qaşıq tələbənindir. Bəli. Növbəti çalışmaya baxaq. Demək, burada yazıb təəmməlil əmsilətəl ətiyətə. Gələn misallara diqqət elə. Demək, qayda nədən ibarət? Əvvəlcə qaydanı qısa şəkildə izah edeyim. Burada bəzi sözlər ərəb dilində fəthəli və nöqtəsiz yə, buna deyirlər əlif məqsura. Bu şəkildə və yaxud da fəthə və bu şəkildə əliflə bitir. Bu şəkildə bitən sözlər, yəni sonu bu şəkildə bitən sözlərin hərəkəsi dəyişməz olaraq qalır. Məsələn, adi bir söz götürək. Əl-beytu, ev, fil-beyti, evdə. Fi təsir edir, kəsrələşdirir. Yəni sonu dammədən dəyişdi, kəsr oldu. Evdə, minəl-beyti, evdən, iləl-beyti, evə. Yəni bütün hərf-i cərlər gördüyümüz kimi təsir elədi və cər elədi özündən sonraki sözü. Ancaq burada sonu
Bu şəkildə və yaxud da bu şəkildə bitən sözlər isə dəyişməz olaraq qalır. Burada kimi kəsri olmur. Əl-müstəşfə xəstəxana, fil-müstəşfə xəstəxanada, minəl-müstəşfə xəstəxanadan, iləl-müstəşfə xəstəxanaya. Gördüyünüz kimi fil-müstəşfəyi belə bir şey olmadı. Həmçində mində, həmçində ilədə. Necə var idi müstəşfə, eləcə də qaldı. Heç bir dəyişiklik olmadı. Digər nümunə Əmrikə, Amerika, fi Əmrikə, Amerikada, min Əmrikə, Amerikadan, ilə Əmrikə, Amerikaya, Əlməniyə, Almaniya, fi Əlməniyə, Almaniyada, min Əlməniyə, Almaniyadan, ilə Əlməniyə, Almaniyaya. Bəli, bununla da səhifəni yekunlaşdırdıq. İnşallah gələn dərsi, özümüzə gələn dərsi bu iki çalışmanı da edib bu dərsimizi bitirərik. Allah sanlaşırsın. Esselamu Aleyküm və Rəhmətullah.